Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün 5-ci aylıq sınağımızın izahını sizə təqdim edirəm. Bu sınaqda iştirak etmək üçün aşağıda link var, ora toxunursunuz. Sınaq tam olaraq buraxılışa uyğun hazırlanıb, nə asan, nə çətin, tam olaraq buraxılış səviyyəsindədir. PDF-i də Telegramdan əldə edə bilərsiniz. İndi başlayaq biz suallarımıza. Cavablar elə qeyd olunub üzərində, onsuz da yəqin ki, gedib oradan işləyib gələcəksiniz deyə. Dedim birdən diqqət səhv eləsəm buradan görə bilək. Bizə belə bir ifadə verilib. Biz 4-ü necə yaza bilərik? 4-ü yazaraq 2 üstü 2. Onun da qüvvətində x üstə gəl 1 bölü 2 yazdım. Sonra bilirsiniz ki, qüvvətin qüvvəti olduğu zaman nə baş verir? Bu qüvvətlər bir-birinə vurulur. X üstə gəl 1 bölü 2. Bərabər 2 qüvvətində. 2-ni vurduğumuz zaman x-ə 2x, 2-ni vurduğumuz zaman 2 də 1-ə 1 alınır. Burada isə 2 üstü 2x vurulsun 2 üstü 1 kimi yazıla bilər ki, qüvvətlər toplansın. 2 üstü x bizdə var, amma 2 üstü 2x bizdə yoxdur. Əslində uşaqlar, bu 2 üstü x-in kvadratıdır, elə deyilmi? Çünki niyə? 2x-ə vurulur da. Sən 2x-i x üstü 2 olaraq da 2 üstü x olaraq da yaza bilərsən. Hər x eyni şeydir, axırda x 2-yə vurulacaq. Burada 2 üstü x-imiz 5 idi. 5-in kvadratı vurulsun 2. 25 vurulsun 2, cavabımız 50 olacaq. Y variantı. Növbəti sualımız. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərinin 7-də 3 hissəsini təşkil edir. Biz demişdik ki, belə olduğu zaman bir bucağa 3k deyin, birinə 7k deyin. Və bunların cəmi nə qədər olmalı idi? 180 dərəcə. Bu çox təməl bir qaydadır. Bunu ta ilk dərslərdən keçmişsiniz. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, yaxud da onların cəmi 180 dərəcədir. Burada bərabərlik halı daha mümkünsüzdür. Çünki 3-ün 7 olduğu zaman bərabər olsa 1-in 1-i olmalıdır. Axı bərabərdirlər adı üstündə. Ona görə burada bərabərlik halı mümkün deyil. K-mız bərabərdir 18 dərəcə. 3 dəfə 18 54, 7 vur 18 126 mı olur? 70 bəli. Böyük bucağımız 126 dərəcə olacaq. Gəldik növbəti bir suala. Burada bizə deyir ki, bir üç bucağımız var bu arada. 70, 55 neçə oldu? 125. Nə qaldı geriyə? 55 mi qaldı? 110, bəli, 180 dərəcə. İndi uşaqlar, baxın. 55 dərəcə bilirsiniz ki, hara söykənir? Söykəndiyi qövs bunun 2 misli olmalıdır, yəni 110 dərəcə. Bunu bilirsiniz. Digər tərəfdən burada bilirsiniz ki, bir nöqtə var, 2 dənə toxunan çəkilib çevrəyə. Arada qalan bucaqla bu toxunanların ayırdığı qövsün cəmi nə qədər olur? 180 dərəcə. Buradan x bərabər 180 dərəcə çıxılsın 110 dərəcə. Doğru cavabımız 70 dərəcə. Növbəti sualımıza baxaq. Bu tənliyinin böyük kökünü tapın. Burada uşaqlar belə bir şey eləyək. Baxın, biz bunu loqaritma 2-də 1 necə yaza bilərik? 2 üstü mənfi 1 yaza bilərik. Yuxarıda isə 2x çıxılsın 1 var. Sonra mənfi 1 qarşıya gələr. Mənfi 1 gəldi qarşıya. Vurulsun loqaritma 2 əsasdan 2x çıxılsın 1. Yenidən bu mənfi 1-i nə edə bilərəm? Əslində bunu birbaşa eləmək olardı, amma mən mərhələ-mərhələ deyirəm. Təzədən bu mənfi 1-i qüvvətə gətirə bilərəm. Məsələn, düşünün ki, loqaritma a əsasdan b var. A-nın qüvvətinə m olsun, b-nin qüvvətinə n olsun məsələn. Yaxud da b-nin qüvvəti bir şey olmasın. Biz m-i qarşıya ata bilərikmi? Bəli, gələcək məxrəcə olacaq loqaritma a əsasdan b. Sonra nə edə bilərik? Bu 1 böl m-i b-nin qüvvətinə gətirə bilərik. Təbii ki, loqaritmanın qaydalarını yaxşı bilirsinizsə, çox bir şey yoxdur orada. Bunları mütləq öyrənin. Hədiyyə bir sualdır bu əslində. Bunu bilirsiniz. Onda mənfi 1-i qüvvətə gətirdiyimiz zaman loqaritma 2 əsasdan 2x çıx 1 qüvvətində isə mənfi 1-i yazdıq. Ondan sonra nə baş verəcək uşaqlar? Burası kifayət eləyər bizə, elə deyim? Bəli, burası düzəldi artıq. Sol tərəfi düzəltdik. Əla, bunu yazaq yerinə. Sağdakı ifadəmiz nə oldu? Loqaritma 2 əsasdan 2 çıxılsın x. İndi nə olmalıdır? Bu hissələr bərabər olmalıdır. Yəni, belə yazaq. 2x çıx 1 üstü mənfi 1 bərabər olmalıdır 2 çıxılsın x-ə. Bunu da biz yaza bilərik. 1 bölünsün 2x çıxılsın 1 bərabər 2 çıxılsın x. Bura 1 yazdım, çarpaz vururam. Bunu çarpaz vursaq 2x çıxılsın 1 2 çıxılsın x bərabər 1. Buradan 4x üstə gəl 2x kvadrat çıxılsın 2 üzərinə gəl x 1-i də sola atdım bərabər 0. 2x kvadrat 4x o da bir dənə x 5x sonra nə qaldı burada? Mənfi 3 qaldı bərabər 0. İndi uşaqlar biz nə edək? Sanki düz yazmadıq. 4x deməli mənfi
2x kvadrat. Bəli. Bir mənfiyə vuraq hər tərəfi görək nə alınır. 2x kvadrat çıxılsın 5x üzərinə gəlir 3 bərabər 0. Ondan sonra biz nə edəcəyik? Mənfi 5x-i 2x-in 3x-ə parçalayarıq. Bərabər 0. Bu ikisindən 2x ortaq çıxarsaq qalır x çıxılsın 1. Bu ikisindən mənfi 3 ortaq çıxarsaq qalır x çıxılsın 1 bərabər 0. Hər ikisindən də x çıx 1'i çıxaranda qalır 2x çıxılsın 3 bərabər 0. Ayrı-ayrı hər ikisini 0-a bərabər eləyəcəyik. X çıxılsın 1 bərabər 0, bir də 2x çıxılsın 3 bərabər 0. Hər ikisi bizim həllimiz olduğu üçün biz bunu heyətdə yazmalıyıq. Yuxarıdan x bərabər 1, aşağıdan 2x bərabər 3. Nəhayət x bərabər 1 və x bərabər 1/5 aldıq. x1, x2 olsun. Biri 1'dir, biri 1/5'dir. Böyük kök deyirsə 1/5'i götürürük. Biraz həlli uzundur, ola bilər insanlıq. İndi gəldim 5-ci sualımıza. Maşallah. 5-ci sualda uşaqlar. Məsələ nədir? 5-ci sualda biz biraz asanlıq üçün, məsələn bunu mən suala baxan kimi düzəldirəm tez. Deyirəm ki, sinus 75'in əvəzinə 90'a tamamlayan bucaq neçədir? 15 dərəcə. Yazıram bura kosinus 15 dərəcə. Çünki siz bilirsiniz ki, alfa üstə gəl beta bərabər 90 dərəcədirsə, onda sinus alfa bərabər kosinus beta. Tangens və kotangens üçün də bu qanuna uyğunluq keçərlidir. Tamamlayıcı bucaqların sinusları kosinuslarına, tangensləri kotangenslərinə bərabərdir deyə bilərik. Buradan çıxılsın kosinus 15 dərəcə. Kosinus 75'in yerinə sinus 15 dərəcə yazıram. Bərabər heç nə yoxdur burada. Həll eləməliyik. Elə bildim təyin edim. Aşağıdan yazaq. Burada ortaq məxrəcimiz bunların hasili sinus 15 vur kosinus 15 dərəcə. Bunu vurdum sinus 15'ə. Bunu vurdum kosinus 15'ə. Günəş çıxdı. Birincidən alındı sinus kvadrat 15 dərəcə, ikincidə kosinus kvadrat 15 dərəcə. Deməli uşaqlar, burada biz nəyi bilməliyik? Birinci yuxarıdakı ifadə nədir? Bilirsiniz ki, kosinus kvadrat alfa çıxılsın sinus kvadrat alfa bərabərdir kosinus 2 alfa. Bu 1. Bir də bilirsiniz ki, 2 sinus alfa kosinus alfa bərabərdir sinus 2 alfa. Bu ikisindən yəqin ki, xəbərdarsınız. İndi yuxarıdakı ifadəmiz bunun əksidir, elə deyilmi? Mənfini çıxarsaq, qalacaq burada kosinus kvadrat 15 dərəcə çıxılsın sinus kvadrat 15 dərəcə. Bir də buradakı ifadəni nə etmək istəyərəm? 2'yə vurmaq istəyərəm. Amma təbii ki, özümdən 2'yə vura bilərəmmi? Vura bilmərəm. Ona görə nə etməliyəm? 2'yə vurandan sonra bir də 2'də 1'ə vuraram. Əla. Yuxarıdakı ifadə bizə nəyi verdi? Kosinus 2 alfa, yəni kosinus 2 vur 15. Bu kosinus 30 dərəcə deməkdir. Buradakı ifadə bizə nəyi verdi? O da bizə sinus 2 alfa, yəni sinus 30 dərəcəni verdi. Əla. Sonra, buradan bilirsiniz ki, 2 yuxarı qalxacaq. Elə demir. Sinus 30'un cavabını da tapa bilərik. Amma birbaşa bura kotangens 30 da demək olar. Elə gəlin, yaxşı belə yazaq biz. Sizin xətrinizə. Sinus 30 dərəcə 2'də 1 olsun. Kosinus 30 dərəcədə kökdə 3 bölünsün 2 olsun. Bir dənə 2 ilə bir dənə 2 gedər. Bu 2 yuxarı qalxacaq. 2 kök 3 olacaq. 2 yuxarı qalxdı, 3 hələ yuxarıda da onsuzdur. Sürətin sürəti sürətdə qalır, məxrəcin sürəti sürətə qalxır. Bu da oldu A variantı, bəli. Hazır var, bir də yazmıram. Deyir, bu vektorlar arasındakı bucağı tapın. Sadə sualdır. İki vektor arasında qalan bucaq necə tapılırdı? Kosinus alfa bərabər A vektoru vur B vektoru bölünsün modul A vur modul B. Uzunluqlar yəni. Birinci bizim A vektorumuz, B vektorumuz. Bunların hasilini gəlin tapaq. A vektoru vur B vektoru. Nə inirdik? 2'ni 3'ə vurursan, uyğun komponentlərə vurub, nə inirdik sonra? Cəmləyirik. 6 çıx 1, bura oldu 5. Yuxarı 5 imiş. Modul axtaranda isə biz deyirik ki, modul A, biraz əyri yazdım, hə? Buradan yazım onda. Modul A bərabərdir kök altında komponentlərin kvadratları cəmi. Pifagor teoremi kimi düşünün. Həmişə uzunluq deyəndə axırda Pifagora gəlirik. 4 üstə gəl 1, bu oldu kökdə 5, bir də B vektoru. 9 üstə gəl 1, bu da 10. Deməli, kökdə 5, kökdə 10. 5 bölünsün kökdə 50. Nəhayət bunu da 25 vur 2 yazaram.
25'dən 5 çıxar, 2 qalar kökün altında. Oldu 1 böl kökdə 2. Kosinus nə zaman bu qiyməti alır? 45 dərəcədə alır. Kökdə 2 böl 2 də yazılır, bu cür də yazılır. Artıq asan suallarımız gəldi. Bəzən çətin suallar da var, bilirəm. Amma məsələn, açıq suallarda çətin sual yoxdur. 13-dən sonraki suallarda bir də ətraflı da var. Buraxılış da əslində bu tipdə olur. Sadəcə bizim sualda bir-ikisi uzun gedir. Onları da azaldıb lap belə sadələşdirmək olardı. Onu da eləmək istəmədim sözün düzü. Su kimi də olmasın, bir zəhmət dedim. İyi yapmış mıyım? Deməli, burada nə edəcəyik? Bunu birinci parçalamaq lazımdır. Burada bir hasil kimi yazıb ondan sonra tapacağıq. Çünki burada x-in və y-in natural olduğunu deyir. Hasildə müəyyən bir sərhədlərimiz olacaq. Hər bir qiyməti verə bilməyəcəyik. Ona görə işimiz rahat olar. Birinci burada baxıram ki, bunu necə vuruqlara ayıra bilərəm. Bu bildiyiniz kimi parçalama üsulu ilə ayrılacaq. Və yaxşı olardı ki, biz parçalamanın qaydasını bilək. N vur N, birinci ilə sonuncunun hasili olur burada. 10 vurulsun -3, yəni -30. Birinci və sonuncu dediyimiz, yəni ortancıl hədd necə olur? X-indən də özündə saxlayır. Yəni həm x var, həm y var. Ona görə birinci və sonuncu deyirik. Kimsə məsələn x, y axıra yazsa, onda 10x kvadratdan x, y götürməyəcəksiniz. Siz nəyə baxırsınız? X, y hər ikisindən özündə saxladığı üçün biz onu ortancıl hədd adlandırırıq. M üstəgəl n isə ortancıl həddin bizə əmsalını verir. Hasili -30, cəmi 1 olan hədlərimiz nələrdir? 6-dır və -5-dir. Həqiqətən bunları cəmlədiyimiz zaman nə olur? 1 alınır. Buraya yazıram deməli. Birinci gəlin -5-i yazaq. Çıxılsın 5xy, üzərinə gəl 6xy, çıxılsın 3y kvadrat. Buradan da davamı rahatdır. Bu ikisindən 5x ortaq çıxaranda qalır 2x çıxılsın y. Buradan 3y çıxaranda qalır 2x çıxılsın y. Sonra hər ikisindən də 2x çıxılsın y ortaq çıxartdığımız zaman qalır 5x üstəgəl 3y. Bu hasil nəyə bərabər idi? 19-a bərabərdir. İndi uşaqlar, düşünək görək 19, əgər bu x və y naturaldırsa, necə göstərilə bilər? 1 vur 19 kimi. Düzdür, sonsuz sayda siz 19-u 2 ədədin hasili kimi göstərə bilərsiniz. Məsələn, 2 vurulsun 19 bölü 2, 3 vurulsun 19 bölü 3, hələ 2 dənə demək olar. Nə bilim, 190 vurulsun 10-da 1 yazmaq olar. Sonsuz dənə yazmaq olar. Amma naturallıq varsa, mənfili, müsbətli, sırf naturallıq da varsa, onda bir halımız var ki, 1 vur 19. Kimsə deyə bilər ki, mənim bəlkə 19 vur 1. Amma burada görünür ki, bu daha kiçikdir, bu daha böyükdür. Öyle değil mi? Burada çıxma var, orada üstə gəlmə var. Sən burada 19 dedinsə, bu necə 1 ola bilər? X-ə və Y-ə hansı natural qiymətləri verdin ki, birini 5-ə vurdun, birini 3-ə vurdun, topladın və 1 aldın. Yəni bu mümkünsüz olduğu üçün hara getdi? Gözüm görmür ki, bu işıqdan. Deməli, bura olacaq 1, bura olacaq 19. Ondan sonra bir sistemimiz yarandı burada. 2x çıx y bərabər 1, 5x üzərinə gəl 3y bərabər 19 deyəcəyik. Ondan sonra yuxarını 3'ə vurub tərəf-tərəfə toplayaq. Olacaq 6x çıxılsın 3y bərabər 3, 5x üzərinə gəl 3y bərabər 19. Tərəf-tərəfə toplasan bunlar islah gedər. 11x bərabər 22, x bərabər 2. X 2-dirsə 2 dəfə 2 4, 4 çıx y bərabər 1, y də buradan 3 tapılır. 2 və 3 imiş, bunların da hasili nə oldu? 6 oldu. Növbəti sualımız. Bu bərabərsizliğini ödəməyən tam ədədi tapın. Deməli uşaqlar, burada əslində bizim ifadəmiz nədir? X çıxılsın 2-nin xaricdən kvadratı. Elə deyil mi? Bu ifadə x çıxılsın 2-nin xaricdən kvadratıdır. İndi burada bir məsələ var ki, biz deyirik ki, bir kvadratik ifadənin minimum qiyməti 0-dır, qalan bütün qiymətlər isə 0-dan böyük qiymətlərdir. Yəni 0 müsbət sonsuzluq aralığında qiymətlər alır. İndi burada diqqətlə baxsaz, siz x-ə nə verirsə verin, 5, 10, -4, 3-də 5, nə istəyirsiniz verin, cavab hər zaman onsuzda müsbətdir. Çünki niyə burada kvadrat var? Müsbətli hər zaman ödənir. Biz axı demişdik, 0 və müsbət qiymətlər. Müsbət qiymətlərdə problem olmadı, amma 0-da problem var. Siz x-ə 2 versəz, cavab nə oldu? 0 oldu. Axı 0 olmaz, 0-dan böyük deyir. Desəydi ki, böyük bərabər 0, doğru cavabımız olardı mənfi sonsuzluq, müsbət sonsuzluq. Heç bir problem yox idi. Amma bu bərabərlik olmadığı üçün deməlisiniz ki, müəllim, x 2 bərabər ola bilməz 0-a, onda x də bərabər ola bilməz 2-yə. Doğru cavabımız D var. Əslində bu şifahi sualdır. Baxmayın, mən hər sualdan uzun-uzun danışıram. Suallar çox mürəkkəb deyil. Məsələn, 9-cu sual biraz mürəkkəb ola bilər. O da bilməyən uşaq üçün. Bilən uşaq üçün mürəkkəb deyil.
Amma bilməyən üçün bəli mürəkkəbdir. Həyat da elədir onsuz da bilən adam üçün nə mürəkkəb. Alfa alfa bu iki bucağın bərabərliyini bilirik. İndi biz baxırıq ki, burada nəsə oxşarlıqla bağlı bir şey var da. Məsələn, oxşarlıq suallarındakı problem odur ki, suala baxanda bunun oxşarlıq olduğunu bilmirsən. Uşaqlar bu bölmədə niyə çətinlik çəkir, görə bilmir. Çünki 90 dərəcə görsən Pifaqor deyərsən, 3 dənə bərabər parça görsən möhtəşəm üçlü ağlına gələr. 90-dan 90 ensə Evklid ağlına gələr, amma oxşarlıq ağla gəlmir. Mən hardan bilim burada oxşarlıq eləməliyəm. Ona görə də biz biraz diqqət eləməliyik bucaqlara. Bizə niyə iki bucağın bərabərliyi verilib? Bu işdə bir iş var deyə düşünməlisən birinci dəyərli dostum. Məsələn, bu işdə bir iş var. Alfa alfa yazdım. Ondan sonra isə baxıram ki, hansı üç bucaqlar üçün başqa bir ortaq bucaq var. Bax, bu bucaq biraz şübhəlidir. Bu həm ABD-nin bir bucağıdır, Birləşik Dövlətlər, həm də bu böyük üç bucağın bir bucağıdır. Hepsi ABD-nin oyunları. İki dənə betanı gördük. İndi deməli, hansı üç bucaqlardır? Biri ABD, biri də ABS. Belə deyilmi? Bucaqlar bu arada eyni deyil, elə belə yazdım. Üç bucaqlara fokuslanaq deyə. Alfa betanı qeyd elədim. İndi üçüncü bucağımız ABD üç bucağında buradır. Bəs ABS-də üçüncü hansıdır? Beta var, alfa var. A bucağı bütövlükdə bizdə teta olmalıdır. Bu oxşarlığın çətin hallarından biridir. Amma tapandan sonra təbii ki, bu asan sualdır. İndi gəlin baxaq. Birinci növbədə alfanın qarşısında kiçikdə x var. Böyükdə alfanın qarşısında 6 var. Bərabərdir. Betanın qarşısında heç nə görünmür. Kiçikdə tetanın qarşısında 6 var. Böyükdə isə tetanın qarşısında bura bütövdür. 2x. Çarpaz vursaq 2x kvadrat bərabər 36, x kvadrat bərabər 18. Buradan da x bərabər kök altında 18, yəni 9 vurulsun 2. 9-dan 3 çıxar, 2 qalar kökün altında. Doğru cavabımız 3 kökdə 2. 10-cu sualımız. Bu da şifahi bir sualdır, asan sualdır. Deyir ki, A və B çoxluqları üçün NA verilib, kəsmə verilib, birləşmənin ən az neçə elementi ola bilər? Uşaqlar nə edir? Deyir, müəllim, bura A çoxluğu olsun, bura B çoxluğu olsun. A-da 8 element, burada 5 varsa müəllim, bura 3 qalar, bütöv 8 olsun deyə kəsmə 5-dir. Birləşmənin minimum qiymətini soruşanda deyir ki, müəllim, bura onda bir 1 yazaram heç olmasa, deyərəm 9. 9 da cavablarda yoxdur. Görün nə rəhəmli insanım. 9 cavabda yoxdur. Çünki ora 1 demək məcburiyyətində deyilsən. Niyə ora 1 olsun ki? Orada məsələ odur ki, uşaqlar, heç kim sizə deməyib ki, B ilə, burada belə bir şey yazsa, B ilə A-nın fərqi bərabər deyil 0, yaxud belə yazsa, məsələn, boş çoxluq deyil. Belə bir şey yazsa, deyərsən ki, B ilə A-nın fərqi bu çoxluq, boş çoxluq deyilsə, onda orada bir element olmalıdır. Amma bizdə belə bir şərt olmadığı üçün, ola bilər ki, B-də elə bir element olmasın ki, o A-da yoxdur. Yəni, heç bir elementi yoxdur. Elə bir element yoxdur. Cümləni görürsən, düz qurdun mu? B-də elə bir element yoxdur ki, A-da olmasın. Bəli. Bütün elementlər həm də A-da var. Demək ki, bu birləşmənin minimum halı B-A-nın az çoxluğu olduğu zaman mümkündür. Minimum hal. A-da 8 element, bura 5-dirsə, bura 3 qaldı. Cəm neçə olsun? 8 olsun. Məsələ bitdi. Niyə mütləq B-də əlavə bir element olsun ki? Elə bir şərt yoxdur. Şərt önəmlidir uşaqlar. Növbəti sualımız. Bu tipdə suala bilirsiniz ki, buraxılışı əvvəl dəfələrlə düşüb. Həmişə də düşür bir dənə buraxılış sualı bu cür. Buna görə ehtiyatlı olmaq lazımdır. Birinci bu düsturdur. Sinusun çıxma düsturudur. Burada biz yaza bilərik. Sinus 7x çıxılsın 5x bərabər 2-də 1. Bu da bizə verər sinus 2x bərabər 2-də 1. Ondan sonra 2x bərabərdir. Mənfi 1 üstü k vurulsun. 2-də 1 sinus nə zaman alır? 30 dərəcədə pi bölü 6. Üzərinə gəl buradan pi k. Ondan sonra biz x-i tapmaq üçün hər tərəfi 2-yə böləcəyik. Mənfi 1 üstü k. Pi bölünsün 12. Üzərinə gəl pi k bölünsün 2. Belə bir şey varmı doğru cavablarda? Bəli. A variantı. Çətin sual deyildi. Növbəti sualımız 12. Burada birinci uşaqlar hamımız A minus B, A plus B eləyərik. Bu məlum məsələdir. 3x çıxılsın 2y. 3x üzərinə gəl 2y bərabər 14. Bir də burada baxıram ki, nəsə bir qanun uyğunluq var. Sanki 3x-i yarıya bölüblər, 2-ni yarıya bölüblər. Onda mən bunu 2-yə vursam, nə alacam? 3x çıx 2y bərabər 2. Bax, bu 2-dirsə əgər, bu neçə oldu? 7 oldu.
2 dəfə 7 cavabımız 14 olsun deyə. Fərq 2 olduğu zaman cəmlə gərək 7 olsun. Doğru cavabımız D variantı. Belə asan suallar da var. Hə, gəldi bir konus sualına. Bir konusumuz var. Belə çəkim. Bəli. Belə bir konusumuz var. Konusun doğranı bilirsiniz ki, buradır. 3 kökdə 2. Oturacaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirir. O bucağı görmək üçün bura bir perpendikular endirdim. Proyeksiyanı çəkdim. Doğranın proyeksiyasıdır bu. Radius burada. Burada oldu 45 dərəcə. Bilirsiniz ki, bir maillə müstəvi arasında qalan bucağı görmək üçün əvvəlcə bir perpendikular endiririk, sonra mailin proyeksiyasını göstəririk. Ondan sonra deyirik ki, maillə müstəvi arasında qalan bucaq maillə proyeksiyası arasında qalan bucağa bərabərdir. Ondan sonra burada başqa bir 45 dərəcəmiz var. 90-ın qarşısı 3 kökdə 2 isə 45-in qarşısı 3 oldu. Buradakı 45-in qarşısı məcburən 3 oldu. Çünki bu bərabər yanı bir üçbucaqdır əslində. Onsuz da konus hər zaman konusun ox kəsiyi bərabər yanı bir üçbucaq olur. Onu bilirsiniz təbii ki. Konusun ox kəsiyinin sahəsini tapın. Ox kəsiyi dediyimiz uşaqlar və buradakı şəkildə əslində. Bu şəkil bizim əslində üçbucağımız. Yəni sanki belə böldün tən ortadan konusu açdın, gördüyün şəkil ox kəsiyidir. Burada sahə bərabər 2də 1 A vurulsun HA. Oturacağımız 6-dır, hündürlüyümüz də 3-dür. Bundan bu getdi, 3 qaldı, 3 dəfə 3 doğru cavabımız burada 9 olacaq. Gəldi lap belə sadə suallara. Bərabər yanlı üçbucağın 2 tərəfi 15 və 30-dur. Perimetrini tapın. Təbii ki, uşaqlar burada 2 hal var. Deyə bilərsiniz ki, müəllim 15, 15, 30, yoxsa 30, 30, 15. Biləməm qardaş, biləməm. 30, 30, 15. Təbii ki, uşaqlar, belə bir üçbucaq yoxdur. Bir üçbucağın varlığını göstərmək üçün biz deməliyik ki, bir üçbucağın hər hansı iki tərəfinin cəmi üçüncüdən böyükdür. Çünki 15, 15, 30 dediyin zaman sən onu oraya çəkə bilərsən. Amma 15, 15 nə deməkdir? 15 burada, 15 burada. 30 da elə bu ikisi uzunluğundadır da. Onda bunlar üst-üstə düşdü. Necə orada bucaq yaransın ki? Bu məsələn 15-dir düşün. Bir dənə də 15 var, qoydum yan-yana. Bir də 30 var. İkisi də eyni uzunluğunda da. Sən necə oradan 3 bucaq düzəltmək? Biraz belə qaldırsan bunları ki, birləşdirəsən 3 bucaq üçün artıq qısalacaq və çatmayacaq. Məntiqi anlayırıqmı? Məsələn bu 15-dir. Bu da 15 olsun. Bu da 30-dur deyək ki. Sən bunlardan necə 3 bucaq yüksəltsən artıq çatmayacaq da bunlar, elə deyilmi? 30-dursa əgər. Biraz məsələn bu daha uzun olsa, bu qısa olsa, hə, deyərsən gəlib mən birləşdirdim, 3 bucaq düzəltdim. Elə deyil, bu çatmalıdır da bura. Ona görə bu mümkün deyil. İki tərəfin cəmi üçüncüdən böyük olmalıdır, burada isə bərabərdir. Amma bu mümkündür. 30, 30, 15 olar. Burada perimetrimiz də 75-dir. Əslində yəni şifahi sualdır, 5 saniyədən çox uzun çəkməz. Bu da yenə şifahi sualdır. Burada birinci nə edəcəyik? A kvadrat çıx 10A üzərinə gəl 25. Həmişə belə suallarda nə edirsiniz? Eyni hərf 2 dəfə istifadə olunubsa şübhələnirsiniz ki, digər hərfi axıra saxlayım. Bəlkə bu bizə sonradan lazım oldu. Ondan sonra bura baxıram. Bu bizdə nədir uşaqlar? A çıxılsın 5-in xaricdən kvadratı, burada da B kvadrat var. Sonra biz nə edirik? A minus B, A plus B. A çıx 5, çıx B. A çıx 5, üstə gəl B. Əla. İndi bizə verilən ifadə A və B-dir. Biz də bunları istifadə edəcəyik. Əvvəlcə yazın bura A çıx B, sonra çıx 5. Bir də A üstə gəl B, sonra çıx 5. Başa düşürüm bunu. A çıx B, çıxılsın 5. İndi bizdə A üstə gəl B və A çıx B var da. A'dan B-ni çıxsan, düşün görə nə olacaq? 15 çıx 9, bu bizə verdi 6-nı. 4-də 3 çıx 4-də 1 də bizə 4-də 2-ni verdi. Çıx 5 var. A üstə gəl B isə toplasaq neçə olacaq? 24, o da bir 25. Sonra görək nə alırıq? 6 tam 4-də 2 çıx 5 oldu. 1 tam 4-də 2 çıxsa burada 20 oldu. Bu ixtisar qədər 2-də 1 alınır. 1 tam 2-də 1 yaza bilərsən 2-də 3. Vur 20. Bunlar getdi 10. 3 dəfə də 10. Doğru cavabımız 30 oldu. Bu da şifahi sualdır. 16 yenə şifahi sualdır. Şifahi dedim, yəni çox asan sualı. Bunu hər kəs yaza bilməlidir. Həmişə çətin hazırlayırdım. Bu dəfə rəhm elədim kimi oldu amma. Bu dəfə asan elədim ki, rahat yazasınız. Amma normalda bizim aylıq sınaqlarımız çətin olur. Buraxılış səviyyəsində olsun deyə belə eləmişəm bu dəfə. Diaqonallar 12 və 16-dır. Biz bilirik ki, düsturdan getmək istəmirəm. Bilirik ki, diaqonallar kəsdiyi zaman nə baş verir? Bunlar perpendikulardır və yarı bölünürlər.
12 bölündü 6'nın 6'ya. 16 8'in 8'i. 6 8. Pifagordan bura 10 oldu mu? Bəli. Perimetrdə 4 dəfə 10 40. Bu qədər sadə. Hamısına bax 6 8 10, 6 8 10, 6 8 10. Cavabımız 40 oldu. Növbəti sualımız deyir ki, kompleks ədədinin modulu 6-dır. Biz də bilirik ki, modul deyəndə kök altında a kvadrat üzərinə gəl, b kvadrat başa düşülür. Bu bizə 6 verir. Sonra real z, bir də imaginary z, yəni həqiqi hissə bizdə a-dır, bilirsiniz. Real sözündən həqiqi hissə, bu da xəyali hissə. Vurulsun b, bunu bizə 14 verib. Bu iki məlumatdan nə istəyirsə tapa bilərəm. Köməkçi müxtəsərdən istifadə edib. Yüksəldirəm hər tərəfi kvadrata. Olur a kvadrat, b kvadrat bərabər 36. Burada bizdə hasildə var deyə bunun bizdən istədiyini biz tapa bilərik. Köməkçi müxtəsərdən gedirəm. A üstə gəl b-nin xaricdən kvadratı çıx 2ab bərabər 36-dır. Elə deyilmi? Bunu bilmirik. 2ab-ni bilirik amma. AB burada 14 dax. A üstə gəl b-nin kvadratı 2 dəfə 14 28. Sağa atdım. Oldu bura 64. İndi soldan sağdan kök alsaq kvadratla kök gedər. Modulda a üstə gəl b bərabər 8 tapılar. Doğru cavabımız 8 oldu. 18-ə baxaq. 18-də bizə B3, B7 və B17-nin hasili verilib. Biz nə edə bilərik burada uşaqlar? Biz burada birbaşa olaraq bunları parçalaya bilərik. Nəsə bir qanun uyğunluq da ola bilər, amma deyəsən yox deyəcək. Gəlin bunu parçalaya. Məsələn, B3-ü necə yaza bilərsən? B1 vurulsun Q-nun kvadratı. B7-ni yazarsan B1 vurulsun Q üstü 6. B17-ni yazarsan B1 vur Q üstü 16 bərabər 64. B1, B1, B1 oldu B1-in kubu. Burada isə Q üstü 2, Q üstü 6, Q üstü 16 neçə olur? 24 mi olur? 24 bərabər 64. Bu ifadəni biz nə yaza bilərik? B1 vurulsun, qüvvəti 3-ə böl, Q üstü 8-in üstündə 3. B1-in üstündə 3 oldu, bir də Q üstü 8-in üstündə 3 oldu. 64 də bildiyimiz kimi 4-ün kubudur. Bu bizə verir nəyi? Bu bizə verir B9-u. B9 bərabər 4 imiş də. Bu qüvvətləri görmə, onsuz da eynidir. B9 4 oldu. Deməli, indeksdən qüvvəti cəmləyirsiniz. Bizə yeni indeksi verir. B9 4-dürsə, biz artıq bunu tapa bilərik. B9 4-dürsə, biz bunu tapaq. Buradan bunu qeyd edeyim. B9 bərabər 4. Burada uşaqlar, B5 vur B13. Əslində bu birbaşa olaraq, bilirsiniz ki, B9-un kvadratı B5 vurulsun neçə olar? Fikirləşirəm. B5 4 vaiz sola gəlməklə tapılıbsa, 4 vaiz sağa gedirsən. Bu da olur B13. Elə onun bizdən istədiyi əslində 4-ün kvadratı 16 deməkdir. Amma təbii ki, bunu kimsə görməyə bilər. Bunu hazır bilsəz yaxşıdır. Görməyə bilər, deyər ki, müəllim, mən belə yazdım. B5-in yerini yazdım, B1 vur Q üstü 4. B13-ün yerini yazdım, B1 vur Q üstü 12. Ondan sonra məndə alındı B1-in kvadratı. Bir də Q üstü 16 oldu bunları vuranda. Ondan sonra bunu B1 vurulsun Q üstü 8-in kvadratı yazdım. Bunu da bayaq göstərmişdik ki, bu B9-dur. Bəli, 4-ün kvadratı 16. Bu cür də demək olar. Növbəti sualımız. Maraqlı həndəsə sualları da var burada. Bir də məsələ sualları da var, sürət məsələləri. Qarşı-qarşı hərəkət edən iki qatardan birinin sürəti saatda 72 km, bir də uzunluğu 120 metr, o biri isə 36, uzunluğu 180. Qatarlar eyni anda 600 metr uzunluğundakı körpüyə girirlər. Qatarlardan biri körpüdən çıxdıqdan neçə saniyə sonra digəri də körpüdən çıxar. Burada uşaqlara vacib məsələ nədir? Neçə saniyə sonra deyirsə, biz də orada saatla işləməyək. Gəlin bunu çevirək metr və saniyəyə. Bilirsiniz ki, kilometrin yerinə 1000 metr yazmaq olar. Bir də saatın yerinə neçə saniyə? 3600 saniyə. 60 dəqiqə, 1 saat 60 dəqiqədir. 60 dəqiqənin də hər bir dəqiqəsi 60 saniyədir. 60 vur 60, 3600. 36 min niyə yazdım bəs? Adama deyərlər. Bu da saniyə. Sıfırlar getsə, 72 və 36 getsə, burada 2 qalacaq. Oldu 20 metr böl saniyə. Onda heç uzatmadan 36 kilometr böl saatda uşaqlar nə olacaq? 10 metr böl saniyə. Çünki niyə? Yarısıdır. Oradan tutdum söhbəti. Bunu bildik. İndi bizə deyir ki, bunlar bir qatarın içinə girir. Bir qatarımız olsun. Qatarın içinə girir amma bir burada nə olsun? Körpümüz olsun. Nə anlatıyorsunuz qardaş? Bu belə gəlsin, bu belə. Aha. Bunu bildik. Uzunluğu 600 metrdir.
Deyir ki, bu biri gəlir indi uşaqlar. Bunun öz uzunluğu 120 metrdir. Bilirsiniz ki, bunun öz uzunluğu varsa, bu təbii ki, əvvəlcə öz uzunluğunu buradan getməlidir. Ondan sonra buradakı yolu gedib, sonra buradan çıxacaq. Yəni, məsələn, bir insan elə deyil. İnsan elə 600 metr yol getsə, yol bitər. Yəni, körpüdən çıxar. Amma bu qatar, əvvəlcə baxın, hələ qatar bitməyib. Məsələn, belə düşünün. Bura bir A nöqtəsi deyim, buradakı incəliyi deyək. Çünki buna oxşar suallar var. İndi A nöqtəsinə baxın. A nöqtəsi girdi körpünün içinə. Düzdürmü? İndi A nöqtəsi çıxdı. 600 metr yol getməsən artıq. Amma bitmədi axı. Hələ qatar qalıb. Qatar özü də çıxanda avtomatik nə oldu? 120 metrdə getdi. Yəni özü də çünki 120 metrdə axı. Həm A nöqtəsi gəldi axıra qədər 600 metr, əlavə də 120 metr getdi. Oldu 720 metr. Burası əla. Bunu anladıqsa davamı rahatdır. Bunu kiçildək, ehtiyac olsa yenə böyüdərik. Bizdə indi uşaqlar yolumuz oldu 720 metr bütövlükdə. 720 metr yol getdi və saniyədə deməli 20 metr getdiyi üçün 20-yə böləndə olacaq 36. Deməli bu 36 saniyədə bu yolu getdi. Digər isə 180 metrdə əlavə gedəcəkdi. Yəni oldu 780 metr. 180 metr öz uzunluğu, 600 metrdə bayaq göstərdiyim kimi öz uzunluğuna gedir. Oldu 780 metr. Bu da saniyədə 10 metr getsə, böldüyümüz zaman nə oldu? 78 deməli saniyə çəkdi. Bu da 36 saniyə. İndi biri çıxdıqdan sonra deyir ki, digəri neçə saniyə sonra körpüdən çıxar. Mən də fikirləşirəm ki, 78 çıxılsın 36 bizə nəyə verər? 42 saniyədə çıxar. Yəni biri 36 saniyə sonra çıxdı, bu biri isə 78 saniyə sonra. Deməli aradakı fərq 42 saniyədir. Gözəl məsələ idi. Bu klassik əvvəllər gördüyünüz məsələlərdən topluda var bu sual. Deməli burada biz nə edirik? Ümumiyyətlə bizə parabola çox zaman necə verilir? Qrafik olaraq verildiyi zaman ya kökləri ilə verilir, ya da ki təpə nöqtəsi ilə verilir. Burada məsələn bizə kökləri ilə verilib. Biz də ona uyğun düsturu istifadə eləməliyik. Düsturumuz nə oldu? A vurulsun x çıxılsın x1, x çıxılsın x2. İndi buradan bizim A-mız var əslində uşaqlar. A burada x kvadratın əmsalıdır. X çıxılsın. Bir kökümüz mənfi 2-dir, biri də m-dir. Çıxılsın m, bir də çıxılsın mənfi 2 olduğu zaman toplama olur da. Bunu bildik. İndi bizə başqa bir məlumat verir. Bura bax mənfi 4-dür. Bu sənə deyir ki, bizim parabolamız mənfi 4-dən keçir. Mənfi 4 dediyimiz nöqtə isə əslində 0 mənfi 4-dür. Yəni, çünki bir nöqtə y ox üzərindədirsə, onun x-i avtomatik 0-dır. Yəni, bu 0 mənfi 4-dən keçir. Biz də x-ə 0 verəcəyik və cavab mənfi 4 olmalıdır. Onda 2 vurulsun mənfi m, vurulsun 2 bərabər mənfi 4. Mənfilər hər tərəfdən geçsin. 4m bərabər 4 olduğundan m tapıldı 1. Əla, m 1 imiş, bura 1 yazıram. Artıq m-ə 1 verdiyimiz zaman nə baş verdi? Hazır bir parabolanın ifadəsini aldıq. Gəlin bunu hesablayaq. X-i vurdum x-ə, x kvadrat, x-i vurdum 2-yə, 2x, mənfi 1-i vurdum x-ə, bir də mənfi 1-i 2-yə vurdum, mənfi 2. Burada aldım 2 vurulsun x kvadrat, üstə gəl x çıxılsın 2 bərabərdir. 2-ni vurduğumuz zaman 2x kvadrat, 2-ni vurduğumuz zaman 2x, bir də burada mənfi 4. Bizə deyir ki, MBS-ni tap. M-i tapmışdıq. Bu arada 1 oldu M. M1 idi, onsuz da M sağda da mənfi ola bilməz. Bir an şübhələndim, bəlkə səhv eləmişəm. Bizə verdiyi digər ifadə isə 2x kvadrat üzərinə çıxılsın deyir bx, üstə gəl s. Baxın, burada bizi mənfi b-imizlə 2 üst-üstə düşdü. Mənfi b-imiz 2-yə bərabərsə, b bərabər mənfi 2-dir. Bir də s-imiz mənfi 4-ə bərabərdir. Bunu da qeyd edək. B oldu mənfi 2, s oldu mənfi 4. Toplayanda nə olacaq? Mənfi 5. Mənfi 6 da 1, mənfi 5. Növbəti sualımız, bu da asan sualdır. Müəyyən məbləğdə pul 10 nəfər arasında bərabər şəkildə bölüşdürülür. Pulumuz x olsun. Bunu 10 nəfərə bölsən, x bölünsün 10, 1 nəfərə çatan puldur. Məsələn, 70 manat olsa, hərəmizə 7 manat çatar. Əgər bu pul 7 nəfər arasında bölüşdürülsəydi, o zaman nə olacaqdı? X bölünsün 7. Hansı çoxdur? Təbii ki, x bölünsün 7 daha çoxdur. 7 nəfərə bölmək daha yaxşıdır axı. Həm də məxrəci kiçik olan kəsir daha böyükdür. Sürətlər bərabərdirsə əgər. Nə sürəti danışıram? Hər kəs 12 manat daha çox alacaqdır deyir. Onda belə çıxır ki, bizim əvvəl alacağımız pul indi alacağımız puldan 12 manat azdır. Biz indi daha çox pul alırıq. Onda deyə bilərsən ki, əvvəlki pulun üzərinə 12 gəldiyimiz zaman yeni məbləğ alınır. Çünki 12 manat nədir? Onsuz da sağ tərəfi üstə gəl 12 yazsam məntiqsizdir. Çünki x müsbət bir ədəddir.
Onda sürətləri bərabər olan 2 dənə kəsir var. Bu tərəf daha böyük kəsirdir. Hələ üzərindən 12 də mi gəlmək istəyirsən bərabərləşdirmək üçün? Ya oradan 12-ni çıxa bilərsən, yaxud da bura 12 gələ bilərsən. İndi ortaq məxrəcimiz bunu 10-a vuracam. 120 bərabər x bölünsün 7 çarpaz vuranda olacaq 10x bərabər 7x üzərinə gəl 840. 7x'i bura at, 3x bərabər 840, x bərabər 2, 24, 280. Məsələ bitdi. Gəldim növbəti bir sualımıza. Həcmi bu qədər olan DABS piramidasında AB 25-dir, BS 15-dir. Burada uşaqlar düzbucaqlı üçbucaq var axı. Pifaqordan deyə bilər ki, mənim bura bir x dedik. Ondan sonra x 15 və 25 yazdım. Bəli. Nə edə bilərik? Belə bir sualda çalışın həmişə x-lər aparın. Əbublar nədir? Bunların 5-dir. X-lər aparsan 5 oldu, 3 oldu. Onda bura 4 olsa 3, 4, 5. Nəyə bölmüşdün? 5-ə bölmüşdün. Təzədən 5-ə vur. Aldın 20. Bura 20 imiş. Hə, təbii kimsə deyə bilər ki, müəllim, mən Pifaqorla getdim. 625-dən 225 çıxdım. 400 tapdım, kök aldım, 20 tapdım. Heç kimsə heç də deyə bilməz. Eləyin. Ətrafda o cür yazın təbii ki. Ya, bu ətraflı sualdır özü də. Pifaqorla yazın. Mənə baxmayın. Mən biraz qısa olsun deyə. Yoxsa yazın Pifaqorla. Yazdım sonra deyirsiniz ki, müəllim Pifaqordan getmədiniz. Bal kəsdilər. Kəsərlər bu arada. Gözünüzün yaşına baxmazlar uşaqlar. Həyat böyle bir yer. 625. Bunu sağa atdınız. X kvadrat 625 çıx 225 bərabər 400. Onda x bərabər 20 olmalıdır. Birinci xod bu olsun. Xod nə idi? Rüsvay olduq. Parazit sözlərdən istifadə elədik. İndi buradan düzbucaqlı üçbucaqdan s bərabər 20 vur 15 bölünsün 2. Bunlar getdi. 10 alındı. Cavab 150 oldu. Burada bizə DS lazımdır. Biz də uşaqlar bilirik ki, bu arada buradakı 90'lar önemlidir. Bura 90'dır. Yəni bu hündürlüdür. Düşünün ki, evin küncü kimi. Bir piramida var, evin küncü kimidir. Bu son hissəsi. Onda biz həcm tapanda 1 bölü 3 S oturacaq. Vur H deyirik. Bunu bizə verib nə qədər? 240 verib. 3'də 1. Oturacağımızın sahəsi 150. Hündürlüyümüz bilinmir. 240. Bundan bu getdi. Burada 50 alındı. Sıfırlar getdi. H da bərabər oldu nəyə? 24 bölünsün 5. Aşağını yuxarını 2'yə vursan 48 bölü 10. 4 onda 8 olacaq cavabımız. Keçdik növbəti bir suala. Bu aralığında yerləşən tam ədədlərin təsadüfən seçilmiş tam ədədlərdən ikisini təsadüfi seçirik. Nə var orada? Mənfi 4 var, mənfi 3 var, mənfi 2 var, mənfi 1 var, 0 var, 1 var, 2 var, 3 var. Hə, təbii ki, kimsə deyə bilər ki, müəllim, mən 3'dən mənfi 5'i çıxdım, birbaşa tapdım. Olar, təbii ki, olar. Aralıqda ədəd sayını belə tapırdıqda nur gəldi özümə. Bu günəş neynəmək istəyir? Deməli, buradan da məsələ nədir? Bizə deyir ki, 2 ədəd seçdim. Burada təbii ki, ədədlərin fərqi yoxdur. 2 ədəd seçdim. Məsələn, mənfi 4-dən mənfi 3'ü 1 seçdim. Sonra mənfi 3-dən mənfi 4'ü 1 seçdim demədiyimiz üçün burada permutasiya yazmaq olmaz. Nizamsız alt çoxluqlar. Permutasiya nizamlı alt çoxluğudur. Bizə nizamsız lazım. Yəni, mənfi 4 və mənfi 3'ü seçdiyim zaman mənfi 3 və mənfi 4'ü də seçəcəmmi? Xeyr, seçməyəcəm. Eyni şeydir onsuz da. Demək ki, 8-dən x-ini seçdim. Kombinizon 8-dən 2. Bu mümkün hallardır. Bilirsiniz ki, burada ehtimal necə yazırdıq? PA bərabər A hadisəsi olsun bu ehtimalı. Əlverişli hal sayı bölünsün. Mümkün hal sayı. Mümkün hal sayı 8-dən x-ini seçdim. Deyir ki, 2 ədədin mənfi ədəd olması. Hə, burada indi əlverişli hal sayı nədir? Mənfilərdən x-ini seçsən, 4'dən 2. 4 dənə mənfi ədəd var, x-ini seçirəm. Bu əlverişli hal sayıdır. Ondan sonra da kombinizon üçün asan bir hesablama var idi. Burada 2 varsa, 1'dən gəlirdin 2'yə qədər. Yuxarıda isə 2 ədəd azalda gəlirdin. Yenə 2 varsa 1 vur 2. 8'dən 2 ədəd yazmalısan azaldaraq, yəni 8 vur 7. 1 vur 2'lər getdi. 8 ilə 4 getdi 2 qaldı. Oldu 14'də 3. Məsələ bitdi. Gəldik daha da maraqlı suallarımıza. Deyir, xətti bucağın kosinusu 8'də 7 olan 200'lü bucağın daxilində. Xətti bucağının kosinusu. Burada uşaqlar 200'lü bucaq çəkməyə ehtiyac yoxdur. Belə bir xətti bucaq çəkirəm. Deyirəm ki, burada bir nöqtəmiz var. Bu hər iki yüzdən eyni qədər uzaqlıqdadır. Buradan burada 6'dır. Buradan burada 6'dır. Bu əla.
İndi dedik ki, bu nöqtədən ikiyüzlü bucağın tilinə qədər. Bunun tənbörən olduğunu hamımız bilməliyik. Biz bilirsiniz ki, bucağın daxilində bir şua varsa və bu şua hər iki tərəfdən bərabər məsafələrdədirsə, onda bu bucağın tənbörəni olacaq deyirdik. Bura qədər əla. Alfa, alfa. Ondan sonra uşaqlar, biz nə bilirik? Bunun kosinusu, yəni kosinus 2 alfa bərabərmiş nəyə? 7/8-ə. Kosinus 2 alfa özü verib bizə. Burada nisbətdən yazmadım. Kosinus 2 alfanı bizə verib. Bu nöqtədən deyir, bu A nöqtəsi olsun məsələn, hara qədər? İkiyüzlü bucağın tilinə qədər. AP məsafəsi bizdən istəyir. Biz də fikirləşirik ki, indi AP məsafəsini bilmək üçün bizə buradakı bu x məsafəsi lazımdır da, onu tapmalıyıq. Buradan da əslində bizə nə lazımdır? Sinus alfa lazım deyilmi? 6/x. Mən bu kosinus 2 alfadan istifadə edib sinus alfanı tapa bilsəm, hər şey əladır. Ondan sonra deyirəm, kosinus 2 alfanı necə yazaq? 1 çıxılsın 2 sinus kvadrat alfa. Artıq sinus gəldi. Bərabər 7/8. Bunu ora ataq, bunu bura ataq. 1 çıxılsın 7/8 bərabər 2 sinus kvadrat alfa. Buradan 8-də 1 bərabər 2 sinus kvadrat alfa. Hər tərəfi 2-yə bölsək 1/16 bərabər sinus kvadrat alfa. Buradan da kök alacağım soldan sağdan. Olacaq 1/4 bərabər sinus alfa. Bunu tapdıq. İndi kimsə deyə bilər ki, müəllim, siz hardan bildiniz ki, sinus alfa bərabər müsbət 4-də 1-dir? Axı kök aldığımız zaman mənfi də ola bilər, müsbət də. Burada sinus iti bucaqda, ona görə məcburən iti bucaq. Çünki kosinus 8-də 7 olması üçün nə olmalıdır? İkinci rübdə olmamalıdır. Çünki mənfidir. Birinci rübdə olan bir bucaqda 0-90 arası, onda sinusda alfa olacaq deyə məcburən nə oldu? 2 alfa 0-90 arasındasa, alfa da təbii ki 0-90 arasında olacaq. Məsələ bitdi əslində uşaqlar. Biz sinus alfanı tapdıq necə? Bayaq 6/x demişdik. İndi tapdıq 4-də 1. Bərabər eləyirsiniz bunları. Vurursunuz çarpaz. X bərabər 20. 24 olmalıdır burada. Niyə 48 yazılıb? 24 olmalıdır. Bu düzəldidir bu arada. Burada yəqin səhv qalıb. Doğru cavabımız 24 oldu. Səhv deməyək bunu. 6/x 1/4. Bu yaşımızda sonra deməyin ki, müəllim oldu. Buna baxaq. Deyir ki, bizə AB 12-dir. Bu uşaqlar kvadratdır. Burada 12-dir. Burada 12-dir. Aha, bu 12 isə bura 5 oldu. Düz bucağı uşaq 5, 12, 13. Onu buradan gördük, əla. Onda yerdə qaldı 7. Çünki niyə? Ümumi 12 daxil. Və biz belə bir şey bilirdik uşaqlar. Burada belə bir parça çəkdim. Bura n olsun. Bura S1, bura S2. Bilirsiniz ki, S1 bölünsün S2 bərabər, n bölünsün n'dir. Bunu bilirsiniz. Onda bura 5, bura 7 isə buradakı sahələr nisbəti 5-in 7 olmalıdır. Bu DİM-in ən çox istifadə etdiyi sual tiplərindən biridir. Bu hissəni çox istifadə edir. 5-in 7-yə. Və biz uşaqlar bütöv sahəni bilirik. Həm də məsələn buradan belə düşünün. 12 vur 12. Düzbucaqlı üçbucağımızın sahəsi. 12 vur 12 bölünsün 2. Bu oldu 72. Bundan razıyıq. İndi burada bizə neçə S var? 12S bərabər 72 olarsa S bərabər də 6-dır. S də 6 olsa bizdən bunu soruşur. 7 S soruşur. 7 vur 6 cavabımız 42 oldu. Çünki niyə? BYD-nin sahəsini tapın. Belə əziz şagirdlər, sualların sonuna gəldik. Kanala abunə olmağı unutmayın, videonu bəyənməyi unutmayın. Şərhlərdə hansı tip videolar istəyirsə yazın, o videolardan çəkək. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.